Kimilərinə görə cihad qəhrəmanı, kimilərinə görə isə terrorist. Bəs Usama bin Laden əslində kim idi və məqsədi nə olmuşdu? Usama bin Laden 10 mart 1957-ci ildə Səudiyyə Ərəbistanının Riyad şəhərində anadan olub. Atası Məhəmməd bin Laden ölkənin ən varlı adamlarından biri idi və kral ailəsi ilə yaxın əlaqələr saxlayırdı. Onun atası 20-nin üzərində qadınla evlənmişdi və Usama ailənin 18-ci övladı idi. Bin Laden təhsilini Kral Fəhd Universitetində tamamlayıb. Tələbəlik illərində İslami radikal hərəkatlara maraq göstərmiş, müsəlman qardaşlar kimi qruplardan təsirlənmişdi. 1979-cu ildə SSR-nin Əfqanistana hücumu Bin Ladenin həyatını dəyişdi. O, ABŞ və Səudiyyə tərəfindən dəstəklənən mücahidlərin tərəfində vuruşmaq üçün Əfqanistana getdi. Burada o, müxtəlif ölkələrdən gələn İslamçı döyüşçüləri təşkilatlandırmaqla məşğul oldu. 1988-ci ildə Əl-Qaidəni qurdu. Bu söz ərəbcə baza və ya fond mənasını verir. Təşkilatın məqsədi qeyri-İslami rejimlərə qarşı mübarizə və dünya üzrə İslam dövləti qurmaq idi. 90-cı illərdə Bin Laden Səudiyyə Ərəbistan hökuməti ilə münaqişəyə girdi. Çünki o, kral ailəsinin Körfəz müharibəsində ABŞ ilə əməkdaşlıq etməsini xəyanət sayırdı. 92-ci ildə ölkədən qovuldu. Əvvəl Sudana, sonra isə Talibanın idarə etdiyi Əfqanistana köçdü. Bu dövrdə Əl-Qaidə ABŞ-a qarşı bir sıra böyük terror hücumları həyata keçirdi. 1998-ci ildə Kenya və Tanzaniyadakı ABŞ səfirliklərinə bombalı hücumlar həyata keçirildi və bu hücumlar nəticəsində 200-dən çox insan həyatını itirdi. 2000-ci ildə US Cole adlı hərbi gəmisinə hücum həyata keçirdilər və bu hücum nəticəsində də 17 ABŞ dənizçisi öldü. 26 fevral 1993-cü il tarixində Əkiz qüllələr adlandırılan New Yorkdakı Dünya Ticarət Mərkəzinə Əl-Qaidə üzvləri tərəfindən bombalı hücum həyata keçirildi. Hücumun başında Pakistanlı Rəmzi Yusif dayanırdı. Bu hücum nəticəsində 6 nəfər həyatını itirdi. 1000 nəfərdən çox insan yaralandı. ...11 sentyabr 2001-ci il səhər saatlarında 19 Əl-Qaidə terrorçusu 4 ABŞ sərnişin təyyarəsini qaçırdı. Təyyarələrdən biri Amerikanın ən məşhur binalarından sayılan Əkiz qüllələrin Şimal qülləsinə çırpıldı. Digəri isə Cənub qülləsinə çırpıldı. Üçüncü təyyarə isə Pentaqona çırpıldı. Və sonuncu təyyarə də Pensilvaniya ərazisində yerə çaxıldı. Və bu hücumlar nəticəsində 3000-in üzərində insan həlak oldu və 6000-dən çox insan yaralandı. Usama bin Laden bu edilən hücumların heç birini öz üzərinə götürməmişdi. ABŞ hökuməti dərhal Usama bin Ladeni əsas şübhəli elan etdi. O 2004-cü ildə bir videoda hücumun təşkilində iştirakını etiraf etdi və bunu ABŞ-ın Səudiyyə və Fələstindəki siyasətinə cavabı olaraq adlandırdı. 2001-ci ildən sonra bin Laden Pakistanın Tirbal bölgələrində gizləndi. 2011-ci ildə ABŞ-ın xüsusi əməliyyatı Neptun nizəsi zamanı Pakistanın Abutabad şəhərində öldürüldü. Tonight, I can report to the American people and to the world that the United States has conducted an operation that killed Osama bin Laden, the leader of Al-Qaeda, and a terrorist who's responsible for the murder of thousands of innocent men, women, and children. Onun cəsədi torpağa basdırılmadı, birbaşa dənizə atıldı.